Kızlar salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Yəqin ki, başlıqdan gördünüz. Bugün yardımlıya gedirik. Bilməyənlər üçün mən yardımlıdanam. Həyat yoldaşım da Cəlilabaddandır. Yəni ikimizə Cənub bölgəsindənik. Buradan Cənub bölgəsindən olanlara, izləyicilərimə salamlar. O birisləri də salamlar əlbəttə ki. Nəysə, biz çox da bir şeylər aparmırıq. Özümüz üçün orada heç kəs qalmır. Ən kiçik əmim də keçən il köçüb Bakıya. Ona görə də orada sadəcə bibim qalır. Biz də onlarda qalmayacaq. Əmimgilin yəqin ki, evində qalacağıq. Orada köçdüklərə görə heç nə yoxdur orada. Sadəcə survive eləməyə çalışırıq. Nəysə, make-up məhsullarımdan bir neçəsini yemək hazırladıq. Bir neçə dənə tost və sair belə. Dürüm. Bir-iki paltar götürmüşük. Belə. Nasılsınız Cəlale Hanım? Deməli biraz yorğun. Neçə saatdır yoldayıq. Bazarlığımızı elədik. Cəllabaddayıq ha. Cəllabada giriş eləmişik. Biraz yorğun. Başı sirkələndirir. Arama deyin, balası gələr, dağlar idələr. Kızlar, sizi yardımlıdan salamlayıram. Çox üzülürsən saçma görə. Üzüm sarı misilyanla silib yatmışdım. Dünən gec gəldik, çünki bir neçə dəfə yolda durmalı olduq. Saat 10'a qalmış. Demirə yardımlının yolu yol deyil. Yardımlının yolu belədir, bilən bilir belə. Yəni bir saat belə gəlirsiniz. Yəni təsəvvür edin ki, gecə yarısı işıq da yoxdur, yolun ortasında bilmirsiniz ki, necə şey gələsiniz. Ay bu kimin be? Nəysə, indi sizə buranı göstərirəm. Burada üzü çoxdandır qalmırlar deyə də otlub basıb. Mən burada 2 il bu arada işləmişəm. Bu da əmimgilin evidir, kiçik əmimgilin evidir. Amma artıq keçən il köçüblər deyə. Bura belə qalıb. Bir yaşıllığa baxın sizcə. Sadəcə cənnətdir də, yəni. Həmişə belə yerdə qalmaq istəmişəm. Çox qəşəngdir. Tam istədiyim yaşıllıq. Burada əslində qonşular falan var, amma görünmür. Bəlkə belə ağaclar var deyə. Bu da bu evdə bizim bir babagilin evi olub. Sadəcə sonradan əmi yeni bir ev tikmək istəyib, tikiblər. Burada da kim var? Kocan necədir? Xoşun gəldi? Sabahın xeyir. Hə, kocam əslində bura çox gözəl bir yerdir, amma çox otluq basıb. Biraz əl gəzdir, biraz baxımsız qalıb. Baya baxımsız qalıb. Bu məşhur armud ağacıdır. Deməli, bu armud ağacından mən yıxılmışam. Mən bir əmim oğlu var idi, Toğrul. Biz, bilmirəm neçəsə, Allah, biz 8-9 yaşımda biz rayona gəldik, nəyəsə görə. Toğrul gildə gəlmişdi. Toğrul dedi ki, mən şey istəyirəm. Armud istəyirəm. Mən də dedim, okey Toğrul, mən sənə armud dərəcəm. Bir çox çıxdım bu ağaca. Sonra yıxıldım. Neyse. Və yıxıldım. Yıxılandan sonra baba bostana gedirdi. Burada indi bizim bostanımız var. Baba bostana gedirdi. Toğrul icazə verdi ki, mən eşeğin üstündə oturum. Yəni, məğz. Budur. Şimdi yoğurtsuz başlayabilir. Belə bir-iki şey almışıq. Burada soyuducunu aparıblar. Emi, soruşa bilir miyim ne diye soyuducu? Neyse, burada soyuducu yoxdur deyə belə şeylər gətirmişik. Sağ olsun, bibi də dünən bizə bişirdiyi toyuqdan qoyub. Ne bilim, şinyat qoydu, sonra xiyar qoydu belə. Çayımızı da tökdü verdi. Belə. Ebiyim Şahmet. Təbiətdə yoğurtlanmaq. Abdullah Şahmet yoğurtlanmaq. Təbiətdə yoğurtlanmaq buna denir ha. Kofe edirik. So, elimizdə var sugar added kocam üçün, mənim üçün də no sugar added. Bundan gözəl kofe üçün stakan? Of course no. Getdi. İsti suyumuz da var, sağ ol bibi. Dərəcə bir termosluğu var. Ona görə saat 12'də zaten çıxsaz daha yaxşı olar. Biz 4'ün yarısı çıxmışdıq.
Qırıqdır bu, belə səs çıxardır. Yox. Bu arada buradakilərin bir çoxu mənim şagirdlərim olub, yəni bu evdə hər bir evdən heç olmasa bir uşaq mənim şagirdim olub. Dediyim kimi mən burada 2 il müəllimlik eləmişəm. İlk rəsmi iş yerim yardımlı da olub. 2 il dövlət məktəbində çalışmışam. Yəni indi düşünməyin ki, az bal yığıb gəlmişəm. Xeyr. Çox gözəl bal yığıb gəlmişəm. Yəni neçə bal yığmışam? 45, 46, 60 baldan belə ilk ilim idi bu arada. Hələ heç diplomu da almamışdım. Sadəcə arayışla imtahan verdim MİQəm. Cəmaət 44 balla, nə bilim, mərkəzdə oturanda mən də Ostayırı seçdim. Vətən sevgisi o qədər boğurdu ki. Vətən sevgisi deyildi. Papa mənə demişdi ki, biri burada var, bir müəllim. Ağalar müəllim. Allah rəhmət eləsin. Sonradan rəhmətə getdi. O pensiyaya çıxacaq və saatları da çoxdur bu məktəbin. Qəşəng pul qazana bilərsən. İşte ben də para göz, pul göz. Papam, baba sənə söz vermişəm adıyla gəldim bura işləməyə. Nəysə, gəldim. Gələn kimi 44 günlük müharibə başladı. Hələ də yadımdadır o momentlər. Sonra mənə rayon məktəbindən şey gəldi. Adı nədir? Təklif gəldi. Ki bəs bu arada mama rayonun özündəndir. Atam da buradan da Ostayırdandır, kənddəndir. Hə bəs şey gəldi ki, gəlin, əgər işləmək istəyirsinizsə, gəlin müqavilə imzalayaq, nə bilim, neyniyək falan filan, burada gəlin işləyin. Və mənim əsas iş yerimdən çox daha yaxşı saat verirdilər mənə. Əslində favorite fanım da o idi sözün açığı. Sonra gələn il oradan çıxdım, həm Ostayırı, bir də ki, dəlləhliyə getməli oldum. Burada bir dənə də dəlləhli var. Gedirik bulaq tərəflərə. 1-2 fraqmentdə sizin üçün çəkəcəm. Bu günəşin altında hər şeyi də çəkmək mümkün deyil, amma çalışacağıq. Su götürdük. 1-2 atışdırmağa nəsə, çünki düşünürük ki, evə tez qayıdarıq. Heç nə, kameramız yollana bilərik. Buradan da yol var, yəni daracıq yollar olsa da, amma yenə də yoldur. Getdik. Getdik. Onsuz da evlər tərk olunub gedib. Baxın. Bu arada bura, bilmirəm, qeyd elədim deyəsən, bura Ostayır kəndidir. Soğuk. Evlərin çoxu tərk olunub gedib. Versən suyu tutum. Dayan. Baxın. Bağlarımız. Burada it burnu görürsünüz. Kozami gəl bir dənə bura. Gəl bir dənə bura. Bilirəm. Düş oradan. Dumurlan get. Burada gördüğünüz kimi çoxlu gicitgənlər var. Nə bilim, qoz ağacı, qaragilə. Burada belə alça. Hər şey var. Qızlar, ilk dəfə mənim kanalımda sizə xahiş edirəm, subscribe olun. İzləməyə alın, çox gözəl videolar gəlir. Nəysə, Jalala The Explorer artıq iş başındadır, getdik. Kinda benziyor. Kocamı koruyuram. Sağ olsun. Amazonka. Bir əlimdə stənlik, bir əlimdə çomarım. Mənzərəni göstərmisən? Mənzərəni bir neçə dəfə, amma sən yenə göstər. Cəlalə, The Explorer. Səsini eşidirlər görəsən. Marağı sualdır. Cəlalə çayın dibindən bulaq otu yığır. Orada patlı. Harda?
Belə bir paket yığmışıq. Turşəng, bulaq otu. Biraz da yığmağa davam edirik. Deməli bir dağın ətəyində oturmuşuq. Vallahi içsək burada bizi heç kəs tapmaz. Ya burada yaşayış yoxdur. Pis mənada demirəm. Elə sözün nəsəməsində yaşayış da yoxdur burada. Qəşəng amma. Biraz istediyi kölgədə oturmuşuq. Bulaq otu yığa bildim, tapdım. Biraz Turşəng də yığdım. yığmadım. Bir-iki turşəngin artıq özəyə çıxıb, artıq dənə verməyə başlayıb, toxum verməyə başlayıb. Ona görə daha gecdir daha yemək çünki qartlaşıb. Mən yedirtdim. Amma bir-iki dənə tapdım da ki, çalaların arasında gün görməyib deyə çox uzanıyıb. Uzanıyıb deyə yumşaq qalmışdı. Kraliçe. İşte bilmiyor, ne bilsin. Mən bilmirəm, başım çıxmış. Hə, nəysə, amma mən nəsə dişlədi burdan. Bilmirəm, başımır. Allahdan suyumuz var. Əsl surviving campingə çıxmışıq. Yes. Bilmirəm səsimi eşidirsiniz ya yox. Biz güclə bəla ilə yol yox idi. Güc bəla ilə şəlaləni tapdıq. Yardımlıda ən məşhur şəlalə Təhdam şəlaləsidir. Amma o da girişdə olduğu üçün insanlar onu bilir. Bu şəlaləni bilmirlər. Burada yol yoxdur deyə bilmirlər sözünü açıq. Ancaq ayaqla gəlmək mümkündür. İndi gəlin şəlaləyə baxaq. Çox gözəldir. Buradan balaca düşə bilər, amma elə deyil. Su çoxalıb. Adı Xan Məmməd şəlaləsidir. Xan Məmməd. Çox gözəldir. İnəklər də burada. Bura necə gəliblər bu inəklər, onu da Orada bilmirəm. mənzərəni seyr edirlər. Uşaqlıqda burada çiməndə ilan görmüşdüm. Yəni diqqətli olmaq lazımdır. Belə. Çox gözəldir, hədsiz qəşəngdir. Çayı izləyə-izləyə gəldi. Buradan qorxuram, ilan olar. Biz səhv yolla qayıtmalı olduq, amma sonradan gəlmək istədiyimiz yerə gəldik, belə deyim. Qızlar, bura mənim uşaqlıqda 4-5 ildə qaldığım yer olsa da, yəni evimiz olub. Baxın, indi hal-hazırda bu vəziyyətdədir, uçub, tökülüb, çünki dərənin qırağı idi. Yəni heç bir yaşayış yoxdur burada. Hətta indi gördüm, keçəndə göstərərəm. Burada bir zabor tikilir. O bizim bildiyiniz pəncərəmiz. 2-3 otaqlı bir ev idi bura. Və bu daş. Evə gedim, mamadan xahiş eləyəcəm bu daşla olan şəkillərimizi atsın. Çox böyük bir daşdır. Bir dənə baxın buna. Yəni bu mənim xatirələrimdə həmişə var. Hər şeydən yadımdan çıxsa da bu daş heç vaxt mənim yadımdan çıxmaz. Çünki papa həmişə şəkil çəkmək istəyəndə bizi qoyurdu bu daşa, daşın üstünə. Orada şəkil çəkirdi. Amma indi fərqinə vardım ki, buralar tamamilə yuyulub gedib. Yəni bu qədər balaca bir yer deyildi də. Buralar da təmiz yuyulub qarşısı. Artıq yaxın zamanlarda ağac belə aşıb gedəcək də elə. Aşınma dəhşəti çoxdur. Yəni bu belə deyildi. Bu bayağı bildiyiniz o ağac daxil normal yer idi. Həmişə burada bu yarpaqları biz pul kimi istifadə edirdik. Bu arada mən axırıncı dəfə 1-ci sinifdə burada olmuşam. Sonra şəhərə getmişik. Amma illər sonra işləməyə bura qayıtmışam. 2 il işlədim. Travmam da bilsən harda? Kəllə beyin travmamın. Hə. Eyvanlı ev olub. Uçub hamısı. Ha, burada ev olub, o evdən uçubsan. Hə. Ev yəqin boş evmiş də. Nətər? Bura kimin evidir? Bizim qaldığımız ev. Doğrudan. Bayaqdan da mənə qulaq asmısan. Ailə bilən mənzərələrsən, zarafat edirsən evdə. Zarafat eləmirəm. Biz burada qalmışıq 4-5 il. Bax, bu başqa məsələ. Bax, bu sənə al sənə xatirə. Bu damıdır. Damı da üstünə çöküb. Üstündən nələr çıxıb yəni. Belə deyim. Bu qoz ağacı var burada. Girdəkan biz deyirik də. Bu qoz ağacından mama həmişə qoz gətirəndə şey eləyirdi. Yığırdı bunu, aparırdı, satırdı, pul qazanırdı. Mən də mamaya oxşamışam. Hər şeydən pul çıxartmaya çalışıram. Nəysə də mən də buradan yıxılmışam. Kəllə beyin travması almışam. Yəni mənim başım belə
necə deyim sizə, tam yumru deyil də. Uşaq olmuşam deyə qığırdaqlı olub da, belə tam sümük formalaşmayıb deyə başım partlamayıb. Yəni belə işlər. Bayaqdan da mən kocama deyirəm ki, bura bizim evimizdir. Kocam nəsə vecdəmir mən. Koğuş deyirdi, papa nə deyirdi? Deyirdi səni koğuşdan tapmışıq, belə eləmişik. Uşaqlıqdan bəli mənə travmalar yaşadırdı o kişi. Kişi məni eşidirsən? Artıq koğuş yoxdur, başa düşürsən məni? Qızlar, sizi bu gözəl buketlə qarşılayıram. Bibi gilə gəlmişik. Bibi dedi ki, Sima var çay qoymuşam, gəlin. Heç çay adamı deyiləm. Hətta bir yerdən nifrət edirəm. Amma həyat yoldaşım Qədircik xoşlayır çayı, çayxordur. Biz buradayıq. Bibinin həyatı maşallah böyükdür, amma otluğunda çalmayıblar. Neyi bekliyorlar, bilmirəm. Bu arada çox yağışlar yağıb deyə cəmaat otunu beçə bilməyib. Bugün Qədir yandı. Qədirin belə dəri tonu çox açıqdır deyə. Biz dəymə düşər dərisi var. Qıpqırmızı olmuşdu. Mən ona gedəndə dedim ki, günəş kremi vuraq. Vurmadı. Boynu, qolları yanıb. Yaşqı laroş gətirdim qızlar. Laroş alın. Laroşlanın. Çünki bütün ağrısını falan azaltdı. İndi dəri qopmadan və s. görək indi necə iş görəcək. Nəysə. Buradan ve bu yerde olan bunlardan. Ve orada. Wi-Fi qoşulubsa. Hala denlik yoxdur. Yox. Mən burada istəyirəm. Sizə də ayın 14-nə kimidir? Ha. Amma yox, biz axıra qədər Məktəbə. olacaqdı. Arada gedib qol çəkəcək, tabilə gələcək. Bunlar bir ay diricədir. Yayda. 2 ay evdə. Sonra da 27 günlük məzuniyyət. Hə. Amma məzuniyyət bilə verirlər. Amma getmir, məhkəmə içində gedir. Qoşa. Artıq axşamdır. Bibigildən qayıtdıq. Neysə çay və yemək oldu. Biraz narahat hiss edirəm özüm yemək yediyimə görə. İndi də make-up'ımı silirəm. Sözünü açıq istəyirəm. Misiliyar sudan sonra gedim. Üzümü də yuyum. Gel gətirmişəm. Yağ gətirməmişəm. Çünki nə bilim götürmək istəmədim də sonra peşman oldum. Bu arada qızlar, bayramınız mübarək. Bugün bayramdır. Ümid edirəm ki, ən bol ruzili, bərəkətli bayramlardan biri də elə sizin olar. Özünüzə yaxşı baxın. Sağ olun. Görüşənədək. Sabah ikinci günümüz olacaq. İkinci günü də ayrı bloklayacağım. Sağ olun.